bütün bu araşdırmalar insanı yəni özünə gətirib çıxardır. Başa düşürsən ki, öz üzərində işləmək lazımdır və nə qədər daha dərinliyinə gedirsən, o qədər daha çox sanki sənə seçimlər verilir. Və nə qədər çox sən o seçimlərdən özün istifadə edirsən, tətbiq edirsən öz üzərində, o qədər daha da yüksəlirsən və eyni anda da nümunə olursan öz ətrafına və başqalarına. Və eyni anda da yəni başqalarına da bir seçim verirsən ki, yəni belə də olar. Bax, belə bir həyat da var. Yəni əsas məsələ dəyişikliklərlə bağlıdır. Nə vaxt sən baş vermiş bir hadisədə ilahi bir yanaşmanı görürsən, başa düşürsən ki, bu təsadüfən baş verməyibdir. Bunun mütləq şəkildə səbəbi var və bunu dərk edərək mən soruşuram dünyadan, soruşuram kainatdan, soruşuram yaradıcıdan. Ya Rəbbim, sən bunu mənə nə üçün göndərmisən? Bu mənə nə üçün verilibdir? Bu mənə nəyi öyrədir? Bax, bu artıq şagird pozisiyasıdır. Nə vaxt mənəm deyil, yox. Nə vaxt o xaotik həyat yox ki, yəni filankəslər günahkardır, filankəslər səbəbkardır. Orada şikayətlər var, orada deyinmək var, orada narazılıq var, amma cavab yoxdur. Bu yanaşma isə nə vaxt sən başa düşürsən ki, yəni bu sənə nə üçünsə verilibdir. Bu yanaşma artıq bir şagird pozisiyasıdır. Artıq bir qul pozisiyasıdır. Xidmətçi pozisiyasıdır. Nə vaxt sən başa düşürsən ki, səndən daha yüksək şuurlu bir varlıq var. Qəbul edirsən bunu. Artıq başa düşürsən ki, bir strukturludur və hər şey bir-birindən bağlıdır. Bu boş yerə baş verməyibdir. Bu artıq bu zaman başlayır həyat sənə dərs verməyə. Orxanın vasitəsilə və ya başqa bir mütəxəssisin vasitəsilə və ya başqa bir blogerin vasitəsilə və ya internetdəki hansısa bir məlumat vasitəsilə və ya sadəcə qonşu, ətrafındakı həmkarlar vasitəsilə, digər insanlar vasitəsilə sənə başlayır bilgilər gəlməyə, hansı səni yavaş-yavaş daha da yüksəldir.